Baxdım, bununla bağlı YouTube'da heç bir video yoxdur. Yəni türkcə ya da ki Azərbaycanca heç bir video yoxdur. Marmite maya ekstraktı, yəni burada da görünür. Dedim bununla bağlı hamımızın xəbərimiz olsun. Boş yerə gedib pulunuzu verməyin. Bugün Bazarlardan aldım. 14 manatdır qiyməti. 250 qram. Yəni gördüyünüz kimi 250 qramdır. Vegandır. B vitamini var tərkibində. Bunu görüb aldım. Mən keçi buynuzu və yaxud ona bənzər bir şeyə görə aldım. Dedim bəlkə dadında fərqli bir şey olar. Dadı yemək olmayacaq qədər pisdir. Elə bildiyim ki sizə fındıq çürümüşünün dadı gəlir və kəskin də duzlu formalıdır. Duz var demək olar ki tərkibində. Ola bilər ki kimsə almaq istəyər, görər, bununla bağlı belə maraqlanar. Yəni bilginiz olsun ki almağına dəymir. Yəni belə baxanda yemək üçün heç bir mənası olacaq bir şey deyil. Yəni bəlkə də hər hansısa bir dərman üçün nəyisə istifadə eləmək olar, amma kəsinliklə yəni yeməyə yaramır. Yəni səhər kahvaltısında deyirlər yemək üçün istifadə olunur. İnternetdə baxdım, amma belə də heç bir cürə yəni ya dadını bəyənmədim, ya bəyəniləsi də bir şey deyil. Açığı necə deyim, çox belə yönsüz dadı var. Aptek iyi gəlir. Bildiyin B vitamininin, yəni aptekdən necə ki içəriyə girəndə iyi vurursa, bəlkə 3 saatdan çoxdur. Bunu bir qaşıq yemişəm. Hələ də ağzıma tamı gəlir. Və necə deyim sizə, elə bir ki hal-hazırda da ağzımda çürümüş fındığı çeynəmişəm. Onun dadı getməmiş kimidir. Yəni heç kimə də məsləhət görmürəm. Ola bilər ki, yəni tam olaraq baxın. Bunun fərqli formaları da var. Amma yəqin ki hamısı da eynidir. Baxdım İngilis dilində olanlara, onlardan daha kəskini var ki, ən belə deyək də normal formalı olanı da bu imiş.